nə məhdudlaşdırıb bizim görməyimizi? Düşüncələrimiz, təriflərimiz, fikirlərimiz, qərarlarımız, qohumlarla danışıqlarımız, kənarların fikirlərindəki səhv götürdüklərin, sənin digərlərlə bağlı gəlib bir qərarlara çatmaqların, onlar hamısı o məhdudiyyətlərin formalaşdırıb. Bugün biz cəmiyyətdə də bir formamız var ki, mən Diogeni oxuyanda maraqlı gəlirdi mənə. Diogen bu Yunan filosofu idi də. Adam bomj vəziyyətində yaşayırdı da. Yəni hətta bir dəfə deyir ki, onun haqqında misallardan biridir, deyir ki, görür ki, bir uşaq əli ilə su içir, bir camı varmış cəmi cümləti, onu da tulluyur ki, sən də lazımdır, ölsən əlimlə içə bilərəm. Sonradan mən ona baxışı biraz təzələyəndə baxdım ki, adam o əslində məhdudiyyətlərdən qopma yolunun bu formada insanlığa çatdırıb. Yəni biz idarə etmədən danışırıq da indi çox vaxt. Əslində dəqiq mən bir misal çəkim buna daha maraqlı olar. Deyir ki, bir gün bu Daozim misalıdır. Bir kəndçi öküzünü bazara satmağa gətirir və öküzə bir ip bağlayıb və ipi də tutub gətirir. Bu normaldır da heyvan qəsəmlər. Bazara çatanda bununla cəmaət biraz məzələnmək istəyir. Deyir ki, inək sənin ağandır. Deyir, nətər inəyim? Mən inəyim gətirmişəm də, daha doğrusu öküzü. Deyir ki, əgər səni idarə eləmirsə, burax da. Sən onu idarə eləmirsən, burax onu da. Deyir, yox, nətər buraxım? Buraxsam qaçacaq. Deyir, onda o səni idarə eləyir. Biz əslində nəyi idarə eləmək istəyiriksə, o da bizi idarə eləyir. Və o, görün, indi bizim həyatda nə qədər bizi idarə edən şeylər var. Bir dənə qayıdın, özü həyatımıza sual verin. Nələr var ki, mənlə onun arasında o ip bağlılığı var. Mən o ipi boşalda bilmirəm. Bax, onlar da həmən o filtrlərdir də, tuta sən indi dünənə qədər, nə bilim, 1800-cü ilə qədər bu sənaye çevrilişi olmamışdan qabaq insan cəmiyyəti bu formada yaşamırdı da. Hərdən uşaqlara deyirəm ki, bir restoranda bu qədər seçim menusu var. Sizcə onların imkanı vardı, beləsinə menular olaydı, nə bilim, falan yemək yoxsa. Biz bir yeməyə seçənmirik, 3 saat üstündə eşələnirik ki, bu nədir, bu nədir, bu nədir. Bir restoran gəlsə, ərəzində bir ad qoyub. İndi bunlar isə biz düşünürük bu yaxşıdır. Mən demirəm bu pisdir, amma bu bizim özümüzlə olma prosesimizi məhdudlaşdırıb. Bugün biz o qədər iplərdən, saplardan, kəndirlərdən asılı vəziyyətdə qalmışıq ki, biz hamı ilə oluruq. Telefonla da oluruq, nə bilim, insanlarla da özümüzlə ola bilmirik. Düşünün, nə vaxt oturub özünüzlə bir saat söhbət eləmişsiniz, bir özünüz görmüsünüz. Sahid, adam öz-özünə danışanda deyirlər, dəli olmuşsan. Söhbət danışmaqdan və qeyri danışmaqdan getmir. Biz istənilən halda özümüzdən danışırıq. Çünki beynimizlə bizim bir rabitəmiz var. Amma mahiyyət başqadır. Biz bugün düşüncəmiz ondadır ki, bizim ən çox olduğumuz özümüzdür. Amma mən sizə əmin edirəm, bugünkü insan özü ilə ola bilmir. Bugünkü insan özü ilə olmaqdan qorxur.